Salamlar, xoş gördük hər birinizi. Biz bu mövzuda Config.NET proqramında admin ruldan bəhs edəcəm. Siz Config.NET proqramına yetkilər verdiyinizdə bu yetkiləri daha qısıtlı hala gətirmək üçün bunun üçün admin rule özəlliyindən istifadə edə bilərsiniz. Bu aynən Palo Alto Firewall-un admin rule özəlliyindən eynidir. Bu bizim üçün nə önəm daşıyır? Bizdə şirkətlərdə bölmələr ola bilər ki, həmən bölmələrdə müəyyən əməkdaşlar da Config.NET proqramına daxil olub müəyyən özəlliklərinə baxmaq istəyir. Və o zaman biz onlara admin rule profilini yaradaraq onlara müəyyən nələri görə bilər deyə yetkiləndirə bilərik. Bunun üçün biz Config.NET proqramına daxil olduğumuzda administrator bölməsinin altında burada admin rule özəlliyi var. Biz gəlib new rule deyərək artıq burada bir ad təyin edə bilərik. Misal üçün, gəlin SOC komandası üçün, Secret Operation Center üçün bir rule təyin edək. Mən bura SOC yazdığımda yalnız misal üçün read-only deyərək read-only access verə bilərəm. Tamam. Və bu rule sonra gəlib tətbiq edə bilərəm. Read-only buradaqda baxın, hər şey read-only olaraq seçilir burada. Bütün burada gördüyünüz menyuların hamısı read-only olaraq seçilir. Tamam. Burada baxın administrator tabı da var, hamısını read-only olaraq görə bilir. Misal üçün, və yaxud da ki, mən disable edə bilərəm. Hər şey, bütün menyular disable olar, müəyyən menyular aça bilərəm. Misal üçün, overview bölməsində rule'ları görə bilsin deyə read-only olaraq verə bilərəm. Firewall-ları read-only görə bilsin, əlavə etdiyimiz firewall-ları. Firewall-ların konfiglərini görə bilməsin. Burada PanOS config bölməsində bizim bura Config.NET əlavə etdiyimiz proqramların hamısının running konfigləri olur. Onları görə bilməsin, misal üçün. Custom URL-ları read-only olaraq görə bilsin. Service profilları görə bilsin, misal üçün read-only olaraq. Administrator tabında kimlərin yetkiləri var, misal üçün read-only olaraq görə bilsin və ya da bunları heç görməyə bilər. Bundan əlavə olaraq raport bölmələrdir, policy bölmələrdir, monitoringlərdir. Bunları istədiyimizə görə read-only, enable dediyimizdə artıq burada bütün hər şeyi görüb dəyişikliklər edə bilər, enable etdiyimizdə. Read-only sadəcə görə bilir, disable da ümumiyyətlə görmür. Read-only etdiyim, misal üçün bunu yaratdıq və bura SOC Team yazıb, yəni SOC Team əməkdaşları üçün yaratdıq bu rule və admin, yəni save deyərək admin rule yaradırıq. Avtomatik gəlib olaraq burada aşağıda düşür. Siz yenidən new deyəndə təzədən birini yarada bilərsiniz və ya da SOC-un üzərinə vurduğunuzda yaratdığınız burada görə bilərsiniz. Daha sonra biz gəlib artıq administrator bölməsinə daxil olaraq yeni bir user yarada bilərəm. Misal üçün bizdə Active Directory-dan olsun user. Deyək C1 useri vardı bizdə Active Directory-da. Və burada permissionlara baxın. Burada super user və read-only ola bilər. Bu lokal database-a uyğun olaraq işləyir. Mən burada super user olaraq saxlasa da, əgər mən bura hər hansısa admin rule təyin edirəmsə, artıq o rule-un yetkisində olur. Və lokal database-dən yox, mən deyirəm Active Directory-dan bunu user doğrulanacaq və o zaman Active Directory only olaraq bunu seçilir. Və yaxud da burada yaza bilərəm ki, lokal və Active Directory olaraq seçə bilərəm. Baxın, gəlirsiniz bura. AD radius var, lokal radius var və yaxud da Active Directory və radius ola bilər. İkisindən doğrulaya bilər. Active Directory-dən doğrulayacaq birinci. Olmasa radiusdan doğrulama başlayacaq. Mən isə burada yalnız Active Directory deyirəm. Çünki bizdə hal-hazırda Active Directory-də bu user var, buradan doğrulayacaq deyirəm. Tamam? Əla. Bu Authentication Profile sizin burada seçdiyiniz ona uyğun olaraq dəyişilir. Lokal radius dediyinizdə gəlsəz bura görürsünüz lokal radius gəldi. Burada əgər mən Active Directory dediyimdə Active Directory-nin radius gəldi. İki dənə sizin burada yaratdığınız hansı ki administrator bölməsində bizim yaratdığımız burada profil bölməsində bizdə Active Directory radius var. Bu iki özəlliyə baxar. Həm bu profili gedib yoxlayır, həm də bu profili yoxlayır. Onlar əsasən işləyir. Tamam. New user dedik biz və mən bura C1 useri deyirəm və lokal database yox, Active Directory-dan doğrulayacaq deyirəm və permission olaraq da admin rule olaraq da SOC verirəm. Və parol yazmağıma ehtiyac yoxdur. Bu o zamandır ki, lokal database yaradıb bu C1 user lokal deyirsənsə, burada lokal deyirsən, lokal bu pasporta görə yoxlayır. Və save deyirəm. Artıq bizim üçün yeni C1 user yarandı burada. Artıq bunun özünün admin rule var. Tamam, bura yazılıb admin rule SOC. Mən indi buradan çıxıram, gəlib burada C1 yazıram və C1 userinin parolunu yazıram və daxil oluram. Daxil olduğum zaman artıq görürsünüzsə, mən hansılar read-only demişəmsə, yalnız onları görə bilir. Burada baxın, overview-da rule-ları falan görə bilər. Əlavə olunmuş burada firewall-ları görə bilər. Baxın, add edə bilmir, çünki bunlar read-only'dir. Və PanOS config vardı. Firewall-ların running configləri burada olurdu. Onun üçün görə bilmir.
Security polisiləri görə bilər, syslog tərəfi görə bilər buraları və buraları read-only nə etmişiksə onları görə bilər. Bu da sizin admin rule özəlliyinizdir. Və mən buradan çıxıram indi yenidən administrator userindən mən daxil oluram. Və görsə məndə hamısı görsənir. Bizdə də bu hansı ki administrator bölməsində Configure proqramında admin rule bu özəlliyi həyata keçirir. Bunu da bildik. Növbəti mövzuda görüşənədək sağ olun.